Salam millət, xoş gördük herkəsi. Mən sizə bu günləri Binance üzərindən 10 dollar yatırım edərək necə və nə cür pul qazanmağın yollarını göstərəcəm. Təbii ki, 10 dollar deyəndə bu yüksək rəqəm olmadığı üçün yüksək qazanc gözləmək də çox absurd məsələdir. Yalnız burada istisnalar da var. Təbii ki, indi mən sizin diqqətinizə çatdıracağam. İndi isə keçək birinci əsas məsələyə. Biz deyək ki, 10 dollar yatırım elədik. Və sizə sual yarana bilər ki, yəni bu işə başlayan insanlarda mən yatırımı necə eləyəcəm? O haqqda da video var kanalımda. P2P vasitəsilə siz bura yatırım eləyə bilərsiniz. Yəni pul yükləyə bilərsiniz. Deməli, deyək ki, biz 10 dollar pul yükləmişik bura və ilk ağlımıza gələcək hadisə launchpool sistemidir. Yəni bu nə deməkdir? Biz launchpoola giririk və girməmişdən daha doğrusu əlimizdə olan 10 dolları dəyişirik BNB-yə. Yəni Binance-ın coin-inə dəyişirik. Çünki launchpoolda siz BNB yatıraraq pasiv gəlir əldə edə bilərsiniz. Bunun üçün də variantlar çoxdur. Siz istəsəz 10 dollar alqı-satqı edərək BNB ala bilərsiniz, istəsəz konvertasiya edərək. Yəni konvertasiya bölməsi buradadır. Sizdə burada olmasa daha ətraflı bölməsinə girib oradan tapa bilərsiniz. Və yaxud da ticarət et bölümünə basırsınız. Burada axtarış yerinə BNB yazırsınız və qarşınıza çıxır. Balansınızda 10 dollar olan kimi bu xətti çəkirsiniz tam və siz BNB-ni almış olacaqsınız. İndi isə keçirik launchpool bölməsinə. Deyək ki, biz pulumuzu vurduq və BNB-ni aldıq. Launchpool üzərinə basırıq və qarşımıza belə bir şey çıxır. Görürsünüz, yazıb tezliklə yeni layihələr gəlir, izləmədə qalın. BNB sadəcə qazanca abunə olun. BNB sadə qazanca abunə olun daha doğrusu. Burada nə yazır? 0.17% illik faiz dərəcəsi əldə edin və launchpoolda avtomatik qoşulun. Deyək ki, biz bura abunə oluruq. Düzdür, abunə olun. Bura maksimum basanda bizdə balansda BNB varsa, avtomatik bura sayı düşür və burada confirm edərək, burada təbii ki, siz baxırsınız burada. 15 gün, 30 gün, siz neçə gün istəsəz qoya bilirsiniz burada. Görürsünüz 15 gün. Və qarşısında faiz də yazır. Siz 15 günə qoyduğunuz məbləğin 0.16%, 30 günə 0.2%, yəni 20%dir bu. 23%, 28, 32%, 120 günə. Düzdür, deyə bilərsiniz ki, çox az rəqəmlər. Təbii ki, sən 10 dollarının qarşılığında 0.28% aşağı olacaq. Siz üstdən də baxa bilərsiniz buna. Sərbəstdə də qoya bilərsiniz. Bunu istəsəz, yəni burada avtomatik abunə də var. Yəni sizdə BNB olan kimi öz avtomatik burada abunəlik eləsin. Buna ehtiyac yoxdur. Quşu qaldırırsınız buradan. Özünü seçirsiniz və mədaxil edirsiniz. Deyək ki, bunu keçdik. Aşağı düşürsünüz. Buna vurmasanız da, istəsəz bunu vurmaya da bilərsiniz. Yəni bu şərt deyil. Mən sadəcə yollarını göstərirəm. Aşağı düşürük. Tamamlanmış layihələr görürsüz. OPN. Bu artıq bitib. Bitməyən də burada göstərir, yəni hansı ki aktivdir. Deyək ki, bu aktiv olanda siz bunun üzərinə vurursunuz. Siz BNB-ni yatırırsınız, bura stake eləyirsiniz. Siz stake elədiyinizə görə sizə bu coin-dən, yəni bu coin satışa çıxanda sizə bu coin-dən verəcək və qoyduğunuz 10 dolları sizə geriyə verəcək. Yəni siz burada heç nə itirməyəcəksiniz. Əlavədə coin qazanmış olacaqsınız. Hə, deyə bilərsiniz ki, bizə nə qədər coin verəcək? 10 dolların qarşılığında sizə az coin verəcək. Amma siz pasiv, yəni gəlir əldə etmiş olacaqsınız. Ola bilər ki, siz bu coinin qiyməti bazara çıxanda yüksək olar. Məsəl üçün 500 dollar olar. Sizə də verən ondan məsəl üçün 0.1 ədəd. Siz onu sataraq qəşəng pul əldə edə bilərsiniz. Yəni 10 dolların qarşılığında qəşəng pul. Yəni burada 500 mindən söhbət getmir təbii ki. Hər dəfə izah edirəm ki, siz naxadı həvəslənməyəsiniz. Yəni 10 dollar qoydum, wow, mən milyon qazanacağam, elə bir şey yoxdur. Təbii ki, istisnalar var, hansı ki, Trump coin 80 qəpikdən ön satışdaydı pre-marketdə. 77 dollara kimi qalxdı və dünyada 10 nəfərə yaxın insan milyonçu oldu. Bunlar öz yerində, bunlar istisnadır. Bu hər dəfə olmur, hər coin üçün bu keçərli deyil. Hər nəsə, bunu keçdik. Launchpool başa saldım sizə. Burada var sonra qazan bölməsi. Siz daha ətraflıya keçirsiniz. Burada qazanı tapırsınız. Mən indi sizə şeylərini göstərə bilərəm oradan. Oradan biraz mənim üçün asan olacaq, amma sizin üçün çətin olacaq. Siz tapmaya bilərsiniz. Bu işə girən insanlar, öyrənmək istəyən insanlar. Deməli,
Burada variantlar çoxdur. Bax, ticarət bölməsində variantlar çoxdur. Baxın, spotdur, marjadır, konvertasiyadır. Heç buna girməmişəm açıq, heç bilmirəm nədir. Trading botlardır. Yəni botlara qoşulursan, bot sənin üçün alır, satır. Bu lazım deyil sizin üçün. Bizə lazımdır burada qazan bölməsi. Sadə qazanc. Görürsüz, qazanc. Burada da var, burada da var. Deməli, biz indi giririk sadə qazanca. Burada göstərir. Biz burada nələri yatırsaq və bizə illik faiz dərəcəsi verəcək. Siz ola bilər səhv salarsınız ki, bunu mən yatıracağam 8% verəcək. Günə elə şey yoxdur. Bu illik faizi göstərir. İlə 8% verəcək. Günə nə qədər düşəcək və sizin yatırımınızdan asılıdır. Bunun 200 illik faiz dərəcəsi. Bunun yüksəkdir nəsə. 11 günü var. Bu çox yüksək rəqəmdir. 7 günə xüsusi təklif görürsüz. 7 gün 200%-lə. Çox qəşəngdir. Amma 7 gün sizin pulunuz burada blokda qalacaq. Yəni çıxarda bilməyəcəksiniz. Onu da nəzərə alın yəni. Qoysa 200%, çox gözəl rəqəmdir. OPN bilmirəm indi bu çıxıb satışa yoxsa yox və yaxud da o haqqda məlumatım yoxdur, amma çox gözəl rəqəmdir 200%. Siz burada istənilən coinlərə pulunuzu kilitləyib faiz ala bilərsiniz. Sadə qazanc bölməsində. Yəni 10 dollarla nə eləyə bilərsiniz, mən sizə onu göstərirəm. Sonra buradan çıxırıq arxaya, keçirik buradan yenə qazanc bölməsinə. Qazanc bölməsində də yenə proses eynidir demək olar ki. Amma burada konkret olaraq yəni burada bizi nəyə göstərir? Yəni burada yüksək gəlir, görürsüz, bu yüksək gəlir, aktiv borc alan, əsas məbləğ qorunur. Yəni pulunuzu qoyursunuz, əsas məbləğ qorunur. Burada onları göstərir. Amma sizin üçün ən effektiv sadə qazanc yoludur. Ora girirsiniz, oradan bu prosesi həyata keçirirsiniz. Deyək ki, launch bolu qazanc bölməsini baş saldım. İndi keçirik hara? Ticarət et bölməsinə. Misal üçün ticarət et bölməsinə keçirəm və sizə başa salıram. Misal üçün deyək ki, bizim 10 dollarımız var, yenə təkrar edirəm. Biz Filcoin almaq istəyirik. Nə edirik? Avtomatik burada hesablayırıq özümüz üçün. Bazarın üzərinə vururuq və burada limit sözü çıxır. Bizim 10 dollarımız var. Bizə nə qədər coin düşür? Baxın, 10 dollar yazırıq bura. 10.55 ədəd və hal-hazırda coinin qiyməti 0.94 sentdir. Biz avtomatik fikirləşirik ki, bu 1 dollar 10 sentə qalxarsa biz nə qədər qazanmış olacağıq? Və bunu fikirləşirik. Deməli, məsələ nədir? 10.55-i yadımıza saxlayırıq və satış bölməsinə keçirik. Limit sözünə dəyişirik, qoyuruq bazar. Bura yazırıq 10.55. Daha doğrusu limitə qoyuruq bunu. Daha yenə də səhv elədim. Limitə qoyuruq və bura yazırıq 10.55. Yəni bayaq biz hesabladıq ki, 10 dollara 10.55 ədəd bizə Filcoin düşür. Və burada nə edirik? 0.94 rəqəmin silirik və bura yazırıq 1.10. Baxın, fikir verin. 94 sentdən alırıq və hədəfimiz 1 dollar 10 sentdir. Biz nə qədər qazanmış oluruq? Təbii ki, burada vaxt söhbəti var. Bu 1 saata da ola bilər. 1 günə də ola bilər. 10 günə də ola bilər. Yəni konkret olaraq mən sizə deyə bilmərəm ki, bu 1 günə də bunu qazana bilərsən, 10 günə də və yaxud da 15 günə qazanacaqsan. Dəyişkəndir. İstənilən saat, istənilən günə bu dəyişə bilər. 1 dollar 10 sent yazdıq. 10 ədəd, yəni 11 ədəd belə deyək, Filcoinimiz nə qədər pul elədi? 11 dollar 60 sent. Biz 10 dollar pul qoymuşduq və 1 dollar 60 sent qazanc əldə elədik. Bu 10 dolların qarşılığında çox böyük rəqəmdir. Başa düşürsünüz nə demək istəyirəm? Ola bilər ki, bu 2 dollar olar. Siz səbr eləyərsiniz, 2 dollar kimi qalxar. Yəni olacaq da Filcoin. Yəni konkret olaraq nə vaxt olacaq bilmirəm, amma olacaq da. Yəni bu yüksəklərdən düşüb çünki bu qiymətə. Nə oldu? 21 dollar. Yəni siz 10 dollar pul qoydunuz və 11 dollar qazanc əldə edəcəksiniz. Bu proses 1 aya da ola bilər, 20 günə də, 1 saata da, 5 günə də, 1 ilə də. Yəni burada konkret vaxtı heç kim deyə bilməz. Bu bazardan asılıdır, Bitcoinin vəziyyətindən asılıdır. Dünyada gələn iqtisadi siyasi vəziyyətdən asılıdır, konkret olaraq. Deməli, al-satı qoyduq. Al-sat bölməsində, yəni bu ticarət et bölməsində bu variantdan da istifadə edib biz pul qazanmış ola bilərik. Təbii ki, burada mütləq yenə sizə səbir lazımdır. Sakit təmkinlə. Siz 10 dollar qoyub burada sensasiya rəqəm gözləməyin. Burada pre-market də var. Prosta pre-market niyə görə
Mən də göstərmir burada. Premarketdə mən sizə belə izah edeyim ki, yəni premarket ön satışdır. Yəni bazara çıxmadan coinin əldə olunması deməkdir. Siz müəyyən məbləğdə ora pul vurursunuz və sizə misal üçün deyək $1 həmin coini alırsınız. O coin bazara çıxır 1.50-dən, 2-dən, 3-dən, 4-dən. Təbii ki, bazara çıxan kimi yüksək dərəcədə bu kalibasiya eləyir. Siz həmin an tuta bilməyə bilərsiniz. Çünki çox sürətli düşür qalxır. Amma yenə də qazanmaq olur. Premarket bölməsini mən sizə sonra başa salacağım. Bu video çünki çox uzanır. Artıq 10 dəqiqədir və mən çox uzatmaq istəmirəm. Çünki bizim insanlarımız da səbirsizdirlər. $10 qoyub sürətli şəkildə milyoner olmaq istəyən insanlar var. Çünki sualların da çoxsu bu barədədir. $10 qoyub nə qədər qazana bilərəm? Mən sizə açıqladım real şəkildə. Siz $10 qoyaraq necə qazanc əldə edə bilərsiniz? Sadə qazanc yolu ilə, launch pool yolu ilə və spot ticarətdə. 3 dənə yolunu dedim sizə. 3 dənə yol ən effektiv yoldur. Sadəcə burada səbir, təmkin lazımdır. Və bunların heç biri yatırım tövsiyəsi deyildir. Bütün məsuliyyət sizin öz üzərinizə düşür. Mən sadəcə yollarını göstərirəm sizə. Video xoşunuza gələrsə bəyənin, kanala abunə olun, bildirişləri açmağı unutmayın. Nə fikriniz olarsa rəy bölməsində yazın, mən sizə cavab verəcəm. Hələlik sağ olun, inşallah növbəti videoda görüşərik.